Mən səndən Sən xeyir ol ona deyirsən, o mən. Sən xeyir ol o sözü mənə deyirsən. Yox, sən xeyir ol, onun aydınlığını ver, mən sözümün aydınlığını sənə verəcəm. Aha, eşidirəm. Qaqaş, mən başa düşmədim. Sən indi o kimi darda qalanları ancaq xilas edirsən də. Belə çıxır da. Qaqaş, mən Azərbaycanlıyam, talış balasıyam mən. Mən də Ağdamlıyam. Allah bəla. Mən Azərbaycanlı balasıyam. Mən insani borcumu yerinə yetirəm ki, prosti qaqaşa ehtiyac yoxdur o sözü deməyə. Belə də ki, mənim üçün fərqi yoxdur. İstəyirsən gedə okean qırağında söhbət edək. Başa düşdün? Harda səndən xətrimdə Mən orada da. səni söhbətə çağırmıram. Ay dostum, mən səni söhbətə davaya çağırmıram. Sən mənə deyirsən. Mən sənə onu çatdırmaq istəyirəm ki, biz Azərbaycanlıyıq, bizim insani borcumuz var. Başa düşürsən? Mənim yanımda haqqı tapdalayan oğlanı mənliyim, mən tapdalayaram. Bu da ki, kasıb oğlandır, ehtiyacı var. Lazım olsa qaqaş, bax belə oğlanın içində mən sənə deyirəm, gedirik Bakının ən bahalı restoranını sənin üçün bağlatdığım yeyib içirsən orada. Ancaq belə hərəkətin yeri yoxdur, brat, başa düşdün, biz Azərbaycanlıyıq. Mən özüm neçə il burada yaşayan insan olmamışam. Bax belə həmişə kasıb-küsuba ehtiyacı olana çalışdığımız qədər ehtiyac köməklik eləmişik. Başa düşdün, mən prosta biraz nevrozda adamam. Danışanda biraz mən bilmirəm gün nətər necə olacaq. Səndən burada istəmirəm söhbət edək. Asla da dostum, görsən dillə nə qəşəng danışırıq. Sən məndən nəyin aydınlığını istəyirsən? Ay qaqaş, mən təkəm, heç o qardaşı tanımıram. Siz çoxsuz, bro. Siz çoxsuz da, bu qaqaş düzlükdən danışır, siz çoxsuz. Qaqaşı buradan sözün yerə salırsınız. Mən təkəm, qaqaşla söhbət edirəm. Aç, bir imkan verir. Bir adam gəl birindən pul istəyir. O da deyir ki, ayaqqabımı yala, verim sən. Düzdür? Xeyr ola deməli, yox, xeyr ola. Pis sözdür. Xeyr ola Amma deməli dostum. bu adamı ona görə, yəni heç bir xuliqanlıq, heç bir cinayət daşımır. Yəni deyir mənim ayaqqabımı yola verim. Burada nə var? O deyir, o səhv edir. Necə?